Bilirsiniz, hər birimizin içində, daxilimizdə dayanmadan bir mübarizə gedir. Bir tərəfdə dünyəvi arzularımız, yəni o məşhur nəfs dediyimiz hissəmiz var. Digər tərəfdə isə daha uca bir məqsəd, yəni Allahın razılığını qazanmaq istəyi. Gəlin elə bu dəfə bu dərin daxili münaqişəyə başvuraq və görək bu bizim mənəvi həyatımıza əslində necə təsir edir. Baxın, bugün nələrdən danışacağıq? Əvvəlcə nəfs və vicdan nədir? Aralarındakı fərq nədən ibarətdir? Buna baxacağıq. Sonra nəfsin o aldadıcı təbiətini biraz açmağa çalışacağıq. Ardınca dünya və axirət prioritetləri mövzusuna toxunub, qurtuluş yolunun nədə olduğunu araşdıracağıq. Müminin fədakar əxlaqının xüsusiyyətlərini öyrənib, sonda bütün bu mübarizənin ən böyük qazancının nə olduğunu müzakirə edəcəyik. Deməli, hər şey əslində insanın iç dünyasında tək bir seçimdən başlayır. Ya nəfsin istəklərinə boyun əyəcəksən, ya da vicdanının səsinə qulaq asıb Allahı razı salmağa çalışacaqsan. Düz deyilmi? Bu, bəlkə də hər birimizin hər gün üzləşdiyi ən fundamental daxili mübarizədir. Yaxşı, bəs bu mənəvi mübarizədə bizim əsas rəqibimiz nədir? Kimdir? Bax, Qurani-Kərim bu qüvvəni çox dəqiq adlandırır. Nəfs. Və təkcə adlandırmır, həm də onun təbiətini bizə açıqlayır. Bəs nəfs nə deməkdir əslində? Baxın, bu bizim qucaqlayıb sahiblənəcəyimiz bir şey deyil. Tam əksinə, tərbiyə etməli olduğumuz, cilovlamalı olduğumuz bir daxili qüvvədir. Onun fitrətində, təbiətində bizi instinktiv olaraq pisliyə, aşağı istəklərə doğru çəkmək var. Yusuf surəsindəki bu ayə əslində nəfsin təbiətini o qədər aydın şəkildə ortaya qoyur ki, mən özümü təmizə çıxartmıram. Nəfs insana pis işlər görməyə əmr edər. Yəni onun fitrətində pisliyə əmr etmək var. Ayənin davamında isə çıxış yolu göstərilir. Yalnız Rəbbinin rəhəm etdiyi kimsə bundan istisnadır. Deməli, ancaq Allahın mərhəməti ilə bu meyldən qoruna bilərik. Bax, maraqlı olan da budur ki, burada bir paradoks var. Çoxları elə bilir ki, nəfsin istəklərini yerinə yetirdikcə xoşbəxt olacaq. Amma əsl dinclik və saadət heç də nəfsin köləsi olmaqda deyil. Tam tərsinə ona hakim kəsilməkdədir. Başqa sözlə desək, nəfsi cilovlamaq elə vicdanın səsinə güc vermək deməkdir. Deməli, insan bu daxili seçimlə bir yol ayrıcına gəlib çıxır və buradan həyat iki tamamilə fərqli istiqamətə bölünür. Gəlin indi bu yolların hər birinə ayrı-ayrılıqda baxaq, görək bizi hara aparır, son mənzili haradır. Baxın, bu cədvəl hər şeyi çox aydın göstərir. Gəlin müqayisə edək. Birinci yol, nəfsin tələbləri. Məqsəd nədir? Dünya mənfəəti, status, var dövlət. Bəs nəticəsi? Gələcəklə bağlı daimi narahatlıq, qorxu. İndi keçək ikinci yola, Allahın razılığı. Burada məqsəd nədir? Axirət qazancı, fədakarlıq. Nəticəsi isə tamamilə fərqlidir. Allaha təvəkkül və əsl daxili dinclik, hüzur. Bayaq danışdığımız o qorxu və narahatlıq var ha. Baxın, Maidə surəsindəki bu ayə məhz o insanların ruh halını təsvir edir. Deyir ki, bizə bir fəlakət üz verməsindən qorxuruq. Niyə? Çünki bütün ümidlərini dünyaya bağlayıblar. Allaha deyil, öz planlarına, öz tədbirlərinə güvənirlər. Bu da daimi bir qorxu hissi yaradır. Yaxşı, bütün bunları danışdıq. Bəs çıxış yolu nədir? Bu daxili münaqişədən necə qurtulmaq olar? Bax, mənbələrimiz bizə çox aydın bir istiqamət göstərir və bu yolun adı nəfsin təmizlənməsidir. Buna İslam terminologiyasında təzkiyə deyilir. Şəms surəsində bu proses sanki bir yol xəritəsi kimi 4 mərhələdə təsvir olunur. Baxın, birincisi ruh yaradılır, ona forma verilir. İkincisi, ona həm pislik, həm də yaxşılıq, yəni təqva ilham edilir. Yəni bizə seçim qabiliyyəti verilir. Və gəlirik 3-cü və 4-cü mərhələyə, seçim bizə buraxılır. Kim onu təmizləsə, uğur qazanacaq, kim də onu günahlara batırsa, ziyana uğrayacaq. Bu qədər sadə və aydındır. Yaxşı, bəs nəfsini təmizləməyi, o təskiyəni bacaran insan necə biri olur? Onun əxlaqı, davranışları, gündəlik həyatda özünü necə göstərir? Gəlin indi, belə demək mümkünsə, bu insanın əməli bir portretini çizək. Baxın, Quran bizə belə insanların bəzi xüsusiyyətlərini sadalayır. Onlar həm bolluqda, həm də çətinlikdə xərcləyərlər. Qəzəblərini boğarlar, insanları bağışlayarlar. Yaxşı işlər görməyə tələsərlər. Və əlbəttə ki, Allaha və axirət gününə inanarlar. Görürsünüz, nəfsi təmizləmək sadəcə daxili bir hal deyil, bu birbaşa bizim davranışlarımıza, əxlaqımıza təsir edən, konkret nəticələri olan bir prosesdir. Fədakarlıq, səbir, mərhəmət, bütün bunlar o yolun şirin meyvələridir.
Ənam surəsindəki bu aya isə deyərdim ki, möminin həyat fəlsəfəsinin, həyat manifestinin ən uca bəyanıdır. De, mənim namazımda, ibadətimdə, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür. Artıq həyatda ayrı seçkilik yoxdur. Hər şey, hər an, hər nəfəs, hər əməl yalnız və yalnız bir məqsədə xidmət edir. Aləmlərin Rəbbi olan Allaha. Bax, bu fədakarlıq məsələsi burada özünün ən yüksək nöqtəsinə çatır. Bəqərə surəsində deyildiyi kimi, elə insanlar var ki, Allahın razılığını qazanmaq yolunda öz canını belə fəda edər. Düşünün, Allahın razılığı bir möminin dəyər sistemində o qədər uca bir məqsədə çevrilir ki, bu yolda nəinki nəfsinin istəklərini, hətta lazım gələrsə öz canını belə qurban verməyə hazır olur. Tövbə surəsindəki bu ayə isə bəlkə də mövzunun ən güclü metaforusunu verir. İlahi bir ticarət. Fikir verin, Allah möminlərin canlarını və mallarını cənnət müqabilində satın almışdır. Yəni, sən fani olanı, müvəqqəti olanı verirsən, qarşılığında əbədi olanı, sonsuz olanı alırsan. Ayənin sonunda da deyilir, bu böyük qurtuluşdur. Doğrudan da bundan daha qazanclı bir sövdələşmə ola bilərmi? Yaxşı, bütün bu mübarizənin, bu fədakarlığın axırı hara gedib çıxır? Son mənzil nədir? Gəlin indi bu mənəvi səyahətin yekununa, ən böyük qazancına nəzər salaq. Beləliklə, bütün bunların sonunda gəldiyimiz əsas nəticə çox aydındır. Ən böyük qazanc heç də dünyəvi sərvətlərlə ölçülmür. Bu dünya görüşündə uğurun qazancın əsl meyarı tamamilə fərqlidir. Həqiqi zənginlik, pul, mal-mülk deyil, müqayisəyə gəlməz bir mükafat olan Allahın razılığını qazanmaqdır. İnsan surəsindəki bu ayə isə sanki bu zehniyyətin, bu niyyətin bir manifestidir. Nə deyirlər? Biz sizi ancaq Allah rızasından ötürü yediririk. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Görürsünüzmü o saflığı? Bütün yaxşılıqlar heç bir dünyəvi qarşılıq, hətta bir təşəkkür belə gözləmədən sırf Allah üçün edilir. Çünki yeganə motivasiya, tək hədəf onun razılığını qazanmaqdır. Beləliklə, bu mövzunu yekunlaşdırarkən, gəlin hər birimiz özümüzə bu fundamental sualı verək. Mənim həyatımın mərkəzində nə dayanır? Sizin həyatınızın mərkəzində nə dayanır? Bütün bu qaçaqaç, bütün bu səylər nə üçündür? Əsl prioritetimiz və son məqsədimiz nədir? Düşünürəm ki, bu, hər birimizin səmimi şəkildə cavablamalı olduğu ən vacib sualdır.